bir bəla səhnəsi var. Bir bəla səhnəsi var. Kərb-i bəla səhnəsidir. Bir bəla səhnəsi var. Kərb-i bəla səhnəsidir. Ora qəm səhnəsidir. Dərd-ü bəla səhnəsidir. İmamın qartalının gördü kəsilmiş qanadın. İmamın qartalının gördü kəsilmiş qanadın. Alıb ağuşinə səsləndi oğul, çəkdi adım. Biri qolsuz yaralıydı, biri biçarə qadın. Bu Əbəlfəzl ilə Zəhranın əza səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-i bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Ata aldı anasından o susuz körpəsini. Ata aldı anasından o susuz körpəsini, gətirib meydana göstərdi solan qönçəsini. Lənətullah atıb ox, kəsdi o tifilin səsini. Bu Hüseynin Əli Əsğərlə vida səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-i bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Əlinin oğluna Cəbrail enib verdi salam. Ağa, mən bu bəndi yazanda, indi şeiri sən bilirsən, məndən də yaxşı, bu rədifə uyğun qoymalıyam ki, yəni bu nəyinsə səhnəsidir. And ola Allahın izzət sağ olun, mən çox fikirləşdim, bu səhnənin adı nə ola bilər? Mən həddindən artıq 1-2 gün, 3 gün fikirləşdim ki, bu səhnəyə nə adı qoya bilərəm ki, tamaşaçı dinləyici çatırım ki, bu da onun səhnəsi, tapa bilmədim. Elə öz tapa bilməməyim fikri qoydum ora, mən elə gərin dağıda ona qiymət verər. Əlinin oğluna Cəbrail enib verdi salam. Dedi qoy kölgə salın başımın üstə, ey imam. İmam ərz etdi çəkil, mən edərəm cəngə davam. Aman Allah, bu nə eşqdir, nə vəfa səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-i bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Kimdir Zeynəb tanıyıb şahid olubdur çoxu da. Anası Fatimə Zəhra, atası Şiri Xuda. Şamda rüsvay eləyib Yəzzidin nitqi ilə buda, şah qızı ilə gəda oğlu gəda səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-i bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Düzülüb karvana səhrada gəlinlər qızlar. Elə bir mənzərə ki, görsə ürəklər sızlar. Mah batıb qanə gedir öndə, gəlir ulduzlar. Mah batıb qanə gedir öndə, gəlir ulduzlar. Bu da dəhşətdir, bu Şamın üsəra səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-i bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Çəkdi ulduzlar ilə səddib bu qəm karivanı. Çəkdi ulduzlar ilə səddi bu qəm karivanı. Zülmü çəkməkdə keçib həddi bu qəm karivanı. Qəm əlindən xəm olan qəddi bu qəm karivanı, yer üzərindəki ulduzlu səma səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-i bəla səhnəsidir. Ora qəm səhnəsidir,
dərd-i bəla səhnəsidir. Allah Teala getməyənlərə nəsib eləsin o Kərbəlanı. Mən yenə deyirəm, mənim çox kiçikdir qələmim, amma biraz bu yana da toxunacağım. Niyə görə? Deyirəm, gəzim qüsulsuz alım dəstəmaz. Gəzim qüsulsuz alım dəstəmaz. Qəzasız vaxtında düz qılım namaz. Əgər əməlimlə gəlmirsə taraz, namazım Allahın nəyinə lazım? Hamısı bir də pərviz belə oxuyur, deyir. Musiqim meyxanam səsim sevilsə, bu səsi sevənlər ey kaş ki bilsə, mənim oxuduğum Qur'an deyilsə, avazım Allahın nəyinə lazım? Dərdliyə lazımdır dərdin əlacı. Qoy bu söz Allaha gedməsin acı. Allahın heç nəyə yox ehtiyacı, nə yazım? Allahın nəyinə lazım? Deyirsən nə kömək eləyim sənə? Hə, mənə kömək lazımdır, edə bilərsən? Deyirsən nə kömək eləyim sənə? Mənə kömək lazımdır, edə bilərsən? Yorğunam, dərdimi alıb əlimdən düşüb qabağıma gedə bilərsən? Deyirsən dərdini çəkərəm sənin, dərdin əvəzinin dərdini çəkmə. Ala qoy tərəziyə dərdlərimi çək, sınsa tərəzinin dərdini çəkmə. Sınsa tərəzinin dərdini çəkmə. Öpürəm səni bir daha, bağırma basıram, Allah sənə